vesti себя. Özünü aparmaq. Şəxslərə görə örnəklər verəsi olsaq, məsələn, я всегда веду себя спокойно. Mən həmişə özümü sakit aparıram. Ты ведешь себя как ребенок. Sən özünü uşaq kimi aparırsan. Ты ведешь себя как ребенок. Он ведет себя плохо. O özünü pis aparır. Он ведет себя плохо. Она ведет себя скромно. O özünü təvazökar aparır. Она ведет себя скромно. Мы ведем себя хорошо. Biz özümüzü yaxşı aparırıq. Мы ведем себя хорошо. Вы ведете себя вежливо. Siz özünüzü ədəbli aparırsınız. Вы ведете себя вежливо. Они ведут себя странно. Onlar özlərini qəribə aparırlar. Они ведут себя странно. Onlar özlərini qəribə aparırlar. İki dənə əmr formasında verək. Веди себя как взрослый. Özünü böyük kimi apar, özünü yetişkin kimi apar. Веди себя как взрослый. Özünü, yəni böyük kimi, yetişkin kimi apar. Bir də ведите, yəni aparın. Ведите себя прилично. Özünüzü ədəbli aparın. Ведите себя прилично. Ведите себя прилично. Bu şəkildə istifadə edirik. Bu cümlələri həm birinci kommentariyada, həm də ki Telegram kanalımızda paylaşacağım. Onu da oradan götürüb istifadə edə bilərsiniz.